Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. Premier Liqada 2025-26 mövsümü 4-1-in son oyunu hansı ki Green Bay və Mərzən klinikası üzə gəlir. Hər komanda uğurlar arzu edir görüşdən öncə. Güclü olan qalib olsun deyirik. Şimdi edirəm məhsuldar maraqlı oyunun şahidi olacaq meydana sol tərəfdə. Ağ formada biz yaşıl formada qeyd edək. Green Bay sağ tərəfdə. Yaşıl qara formada isə Mərzən klinikasını görürük. Referens start ilə də artıq qarşılaşma start götürəcək. Bəli, işarə gəldi, qarşılaşma start götürdü. Bir daha hər iki komandaya uğurlar arzu edək. Bir qədər temp baxımından 2 dəqiqələr aşağı olacaq kimi görünür. Komandalar risksiz oynamağa çalışırlar. Təbii ki, gol gələcək təqdirdə isə oyunun seyri dəyişəcək. Rəvan zərbə. İlk həmlə ilk zərbə. Green Bay oyuncularından gəldi. Rəvan zərbə indirmişdi. Qapıcı Əkrəm keçidi vermir. Bir ara ötürməsi. Səlahiddin. Elçin. Elçin Aliyev. Vüsal Cəlli. Səlahiddin. Səlahiddin aldıcı zəhətlər itirmədi. Ötürməsi Vüsal. Geriyə doğru Samir. Samir Aliyev. Səlahiddin. Vüsal Cəlli yerdə qalır. Qayda pozulub. Yeni gələnlər bizi xoş gördük. Ekran bəyənə paylaşaq. Suallarınız olursa da yazmağı unutmayın. Mən fasil yerdən zaman hər birini cavablandıracağım. Xüsusən də bəyənənlər, sizin nə sualınız varsa yaza bilərsiniz. Əkrəm, Rəvan təzyiq edirdi. Referi etiraz var, referi davam etdirdi. İndi Məsində qayda pozuntusu qeyd alır. Əkrəmə qarşı orada qayda pozulmuşdu. Referinin qərarı bu yöndədir. İlçin Aliyev, Səlahiddin. Mərzən kollektivinin əmləsi olacaq. Elçin aldacı zəhətlər. Əkrəm cina dəyişmiyorlar. Məsələ, Elçin də bu ötürmədən narazı idi. Niyə? Səlahiddini düşünmədi deyə. Cavidan. Cavidan İdarov komanda yoldaşı oynadı. Sol cinatdan bir əmlə. Fuat. Hüseyin Fuat ötürmə komanda yoldaşına. Zərbə və gol! Hesabatçılar. Green Bay hesabatçı. 1-0. Zənimcə bundan sonra daha maraqlı. Mübariz izləyəcək. Paşayev Nicat. Qolun adı qolun müəllifi məhz odur. Qarşılaşmada 4-cü dəqiqə oynanılır. Və minimal hesablı üstünlüyü var. İndi görə Mərzanın buna cavab olacaqmı, yoxsa tek tərəfli mübarizə mi izləyəcək? Samir, Vüsal Cəlili Ulaşın əmləyə qalxdı. Zərbə. Çöldən yan torlar sirkələdi. Çərçivəyə düşmək mümkün olmadı. Samir. Doğrusu isə zərbə indirmişdi. Səhvimi düzəldim. Yeni gələnlər bizi xoş gördü. Ekran bəyənənlər aşağıda adlarınızı görəm sizlərə. Ayrıca minnətdaram. Korner izləyək. Daha bir köşdən zərbə inicatan. Hüsəli başla zərbə. Samirin zərbəsi. Arif keçid vermədi burada. Hüseyin Arif yaxşı oynamışdı. Cavidan. Cavidan zərbə. Əkrəm. Son anda toxunuş. Blanjonla yada qaldı. Rəvan. Kərim Ubeymin. Paşayev Nicat, Arif. Rəvan topladı. Bir ara ötürməsi. Burası qayda pozulub. Müsayirə qarşı qayda pozulub. Yerdə qalıb.
Müsahil artıq ayağa qalxdı. Standart vəziyyət. Cərimə zərbəsi Mərzan kollektivi adına. Arif 2 nəfərdən ibarət canlı sərdi istədi. Zərər çəkən özü zərbəni yerinə yetirəcək. Qapıya doğru həmlə idi bu. Dirəkdəydi təkrar həmlə. Vüsal Cəlili. Bərabərlik qoluna çox yaxınlaşdı. Mərzan klikası amma alınmadı. Bir daha xatırladırıq. Premier Liga 2025-26 mövsümü və 4-1 çərçivəsində günün son qarşılaşması. Hansı ki, Grimpey və Mərzan kollektivləri üzləşirlər. Grimpey minimal hesablı üstünlüyü var. Paşayev Nicat meydandakı yeganə qolun sahibidir. Daha bir zərbə çəkdi. Cavidan idi. Heydarov Cavidan zərbə indirdi, amma nəticə hasil olmadı. Müsahirin zərbəsi. Qadar eləməz. Haqqında bəhs etdiyimiz Heydarov Cavidan. Keçid verməmişdi Müsahir. Vüsal Cəlili. Əkrəm. Səlahiddin. Gövdəsilə rəqibinin qarşısını kəssindi. Emin və Fuat. Topu qazanmışdı Emin. Ara ötürməsi Rəvan. Vüsal Cəlili araya girmək istədi. Vüsal. Elçin Aliyev. Samir. Səlahiddin. Zərbə imkanı vermədilər. Efer qarşılaşmanı saxladı, amma korner olacaq. Sadəcə yerdə qalan oyuncu var. İkram bəyinə zəhmət olmasa, daha çox kütlə qarşısına çıxsın, daha çox kəs izləsin. Bu görüşü zəhmət olmasın. 10 min edək, sonra dayanaq. Sonra bəyənməsəydi olar. Hər kəs bəyənsin, yalın ki 1 dəqiqə əvzə alar. Hər kəs bəyənsin, 10 min olmağı. Samir. Zərbə. Suallarınız olduqca da yaza bilərsiniz. Paşayev, Cavidan Heydarov. Paşayev Nicat. Görə nə edəcək? Bir qədər önü boş idi. İstifadə edib bir əllədir. Rəvanla ötürməsi Nicat. Vüsal Cəlili. Son müdaxilə ondan. Sport seri idman meydancası. Cavidan. Elçin. Fuat. Paşayev Nicat. Eminə təzyiq var. Geriyə qayıtmaq məcburiyyətinə qaldı Fuat. Ekrem. Elçin Aliyev. Rəvan pressing edir. Refer korner işarə edir ki, 3-dən zərbə. Rəvan fair play edərək topu rəqiblərinə geri göndərdi. Bəli, Koroğlu Sportser idman meydancası. Rəvan. Kərimov Emin. Paşayev Nicat. Meydandakı yeganə qolun sahibi. Cavidan Heydarov. Burada səmti dəyişmək istədi, amma heç bir komanda yolaşı yox idi. Getdi, sol tray getdi. Xeyri yox. Orada oyuncu dəyişikliyi başladı. Səlahiddin əvəzinə İsa meydana daxil oldu. Mərzan kollektivində ilk əvəz etmə. Hərçənd ki, bu görüşün ilk əvəz etməsidir. Emin ötürmə! Bir qədər sanki izafi güclü edilmişdi bu ötürmə. Rəvan ram edə bilmədi.
Orada Green Bay'in də heyətini əvəz etmə başlayacaq. Fuad əvəzlənmək istədi. Məhz Həşimov Cavid meydana daxil olur. Görə bu əvəz etmələrin komandaya necə faydası olacaq? Emin İçin Aliyev araya girmək istəyirdi. Green Bay minimal hesabla öndədir. Bir daha qeyd edirəm. Green Bay 1, Mərzan 0. Zərbə. Tip uzaq altında biz Rəvandan zərbə izlədik. Hüseynzadə Rəvan zərbə indirmişdi. İsa. İçin Aliyev. İçin aldacı cəhdlər. Meydan tərk etməyib. Davam etmək lazımdır. Cavidan yoxsa yox. Referi bir qədər gözlədi. Daha sonra. Məhz altdan topun oyuna daxil edilməsini istəmişdi. İndi isə korner. Paşayev çatmır. İçin Aliyev. Vüsal Cəlili zərbə. Samir. Sabir qədər uzaq qaldı topa. Həşimov. Samir. Meydanda da ötürmə. Zərbə. Yerindədir zərbəni isə müsairə indirmişdi. Rəvan. Samirə toxunuş vardı. Cavid hərəkətəli Bəkrəm. Çıxışda düzgün oynadı. Cavidan Eydərov. Rəvan. Paşayev nicatdı bu. Tələsmir. Emin. İçəri qazandırdı. Bir toxunuş var idi. Esən Əkrəmə top dəymişdi. Bəli, korner olacaq. Green Bay kollektivi daha bir küncdən zərbəli yada qalacaq. Sol Cəlili. Cavidan. Üsal Cəlili. Şair topu meydanda saxlama bacardı. Əzimkarlıq göstərdi. Nəsə qayda pozuntusu qeydə alınır referi Həşimov. Cavidin zərbəsi Vüsal Cəlili. Zərbənin qarşısını kəsməyi bacardı. Yerində bir müdaxilə. Samir Aliyev. Ötürməsi İsa zərbə. Sıdan keçid yoxdur. Oyna. Etsin Allah'ım etsin. Vüsal. Bir anla büdrəsə də itirmədi topu. Samir. Ötürməsi burada Cavidan ötürməni oxudu araya girdi Vüsal. Elçin Aliyev. Müsair. Səlahiddin. Əkrəm keçidi vermədi. Səlahiddin top meydanda saxlamağı bacarır. Elçin Aliyev. Cavidanla zərbə alınmır. Görüşdə bir daha xatırlatıram. Green Bay minimal hesablı üstünlüyü var. Paşayev Nicat meydandakı yeganə qolun sahibidir. Green Bay 1, Mərzan 0. Və 15 dəqiqəni artıq geridə qoymuşuq. İkisi də son 10 dəqiqə. Paşayev. Rəqibini aldatma bacardı. Nicat! İranlı müqamətini itirdi. Hərçənki topu da itirdi. Səlahiddin burada ayaq saxladı. İsa. Samir.
Ötürmə, zərbə. Şairdən alınmadı. Eferi deyəsən qayda pozuntusu qeyd alır. Bu arada oyuncu dəyişikliyi. Biz Qalaverdiyev Ruslanı meydanda görürük. Heyətində 9 nömrəli forma ilə çıxış edir. Altın topu ilə daxil edilməlidir. Cavidan Eydarov. Bir qədər yanlış oynadı. Zərbə vurdu. Səhvini düzəldir. Arifdən keçid yoxdur. Ötən dəqiqələr ərzində qapısını toxulma saxlama bacarıb golkiper. Səlahiddin Əkrəm. Bir an ötürməsi İsa, ötürməni Xudara girdi, amma ardı gəlmir. Cavid Əşimov. Səlahiddin. Bu arada faulların sayı 5'te Grempey'de olacaq. Bir faul kapyon metili bir başa zərbə deməkdir. İkisindən sona qədər da aidiyyatda daha diqqətli olmalıdırlar. Elçin Aliyev. Elçin aldacı cəhətlər, riskli hərəkətlər izlədik. Ruslan Laverdiyev. Samir. Bir ara ötürməsi Səlahiddin. Ram edə bilsə çox da təhlükəli bir həmlə alınardı. Bəlkə də artıq hesab bərabər idi. Başayev. Ruslan. Nə olur ki sən belə yazanda? Bir dənə səs satmağın bəs eləyir də. İsa təzyiq var. Ruslan. Səlahiddin. Geriyə doğru ötürmə Elçin Aliyev. Eyni zaten. Şair. Kardeşim eyleme artık. Eyleme. Orta. Premier Liga 2025-26 mövsümü və 4'te 1 çərçivəsində görüş baş tutur. Mərcan Gripe kollektivləri üzrədir. Sportçular idman meydançasında. Məhz komandalar üzləşirlər. Gripe'də minimal hesablı üstünlüyü var görüşdə. Mərcan önündə. Cavidin zərbəsi toxunuşu var və korner. Gücdən zərbə. Cərmə meydançası səndəvərində də 2 oyuncu var Gripe. Adına Paşa Nicat. Əngeli. Meydana sol tərəfdə ağ formada Skrimpey. Sağ tərəfdə yaşıl formada isə Mərcan plikasız çıxış edir. İsa, o da səmti dəyişdi. Səlahiddin. Fasilədən öncə ən azından Mərcan kollektivi hesabı bərabərləşdirmək. Grimpey kollektivi isə
fərqi bir qədər də artırıb daha rahat mübarizə aparmaq istəyir. Təbii ki, bu görüşlərin cavab oyunu da var. 4-də 1-lik oyunudur. Ortaya baksın. Ekran bəyənmir idi, amma 204 nəfəri ekran bəyənməsi 3200. Ulan Sami. Bəyənək paylaşaq zəhmət olmasa. Suallarınız olursa da yaza bilərsiniz. İnan ki, mənim bu bəyənmə istəmələrim nə mənə gəlir, nə mənfəət qazandırır. Sadəcə istəyirəm ki, daha çox kəs qarşısına çıxsın, daha çox kütlə izləsin sizin oyunlarınızı və yaxud sizin komandaların oyunlarını. Buradan çıkın inşallah. Buradan çıkın. Kim buna boşalsın? Yorgan var. Orta. Selahattin. Götürməsini verməyə bacardı Elçin. Əlifəri qayda pozuntusu qeydə aldı. Selahattin yerdə qalıb, həmçinin Cavidan Heydərov da. Selahattin meydanı tərk edəcək. Sol cəlli. Ona vəznə meydana daxil olur. Selahattin də hər şey yaxşı görünür. Real dəqiqələrdə biz onu yenidən meydanda görə bilərik. Bir daha xatırlatıram. Yeri gələnlər bizi xoş gördük. Greenpay minimal hesablı öndədir. Rəqib Mərzan önündür. Mərzan hesabı bərabərləşdirə bilər. 10 metrlik zərbə. Zərbə və gol! 1-1. Kartlar yenidən paylanacaq meydanda müsait. Hesabı bərabərləşdirdi. Bu artıq 6-cı faul idi. Bunu xatırlatmasını edim. Penal deyil, 10 metrlik zərbə idi. 6-cı faul olduğu üçün qapıya 10 metrlik birbaşa zərbə təyin olunmuşdu. İşte artıq bir-birli bərabərlik var. İlk hissədə yavaş-yavaş sonlarına yaxınlaşırıq. Son dəqiqələr. İlk hissədə fasilə kollektivlər bu hesablama yollanacaq, yoxsa hesabda bir dəyişiklik olacaq mı? Əkrəm, Sabir, Cavidan, Sık koydum. Tane ver. Musa'ya ver. Musa'ya. Sen de. Gençler. Araçta. İsa var arkada. Hepsi arkada. Samir, Vüsal Cəlili, Geldi. Fırla. İsa, Allah. ötürməsi Samir. Son gol komandası ki bir qədər həvəsləndirib. Daha inamlı mübarizə aparmağa başlayıb Mərzan kollektivi. Vüsal Cəlili, Elçin Aliyev. Bir ara ötürməsi İsa. Samir, yenidən İsa'ya çatmadı. Musa. Taştı. Fuat, o da ötürməsi keçmədi Vüsal. Alaydı. Qarşılıqla top itkisi izlədik. Orta. Şimdi Musa sen. Müsait. O metrli zərbədən fərqlənən Taş sen bu. olmuşdu. Hesab isə yeri gəlmişdən qeyd edək ki, Paşayev Nizat açıb. Ev. Rəflərdə sağdan nəzər yetirir. İki hissədə son dəqiqə oynanır. Bunu da xatırlatmasını edeyim. Tələsmə. Çok. Orta oynayın yok lan. Musa yanındadır Elçin. Elçin. Samir. Teksen. Emin təqib edir onu. Beni bağladı. Bir qədər geri çəkildi. Müsahirlə oynadı. Orta da var. Nizata Elçin Aliyev. Var, 3 gün. Elçin. Birinin de var. Ötürməsi keçmədi. Müsahir. Zərbə. Qapının üzərinə vurdu. Musa bir de arkan çömele bir dakika. Arif. Paşayev Nizat. Geç müresin. Sol kay. Fuat bir qədər rəqibin üzərinə irəlilədi Emin. Samir bu ötürməni oxumuşdu. Bu uzaqlaşdırma həmləsi idi. Zənimcə ötürmə xarakteri daşımırdı. Onlar oynuyor. Fuat. İsa təzyiq edir. Bizler
bizdə. Sanki bu təzyiq öz bəhrəsini göstərdi. Bəli, bəli. İran kollektivi yan xətdən top hərəkətliyi qazandırdı. Vüsal Cəliliyev. Elçin Aliyev. Çift, o bizdə. Ev yox, oyna. İsa bir aldadıcı zərbə və gol! İsa! Geri dönüş comeback gol oldu bu. Tam ödü, İsa, stabil. 0-1-dən 2-1 etməyi bacardılar. Mərcan 2. Green Bay 1. Düz, oyna, qaç. Belə, bu əmrələrdə referilik hissəni bitirdim. Komandalar fasilə yollanır, heç yer ayrılmır. Fasilədən sonra yeni idən bir yerdəyik.